Yəqin ki, hamımız o anı yaşamışıq. Keçmişə boylanıb verdiyimiz hansısa qərara baxırıq və düşünürük. İlahi, mənim ağlım hardaydı axı? Bəs niyə belədir? Niyə biz gələcəkdəki mənimizin çox vaxt peşman olacağı qərarlar veririk? Gəlin bugün bu sualın cavabını bir yerdə axtaraq. Hər birimiz keçmişdəki seçimlərimizi sorğulamışıq. Bilirsiniz, o gənclik həvəsi ilə etdirdiyimiz utancverici tatuaj ya da ömürlük sevgi sandığımız, amma cəmi 6 ay çəkən o münasibət. O anlarda nə düşündüyümüzü anlamağa çalışırıq və bu demək olar ki, hamımıza çox tanış bir hissdir. Bəli, bütün bu təhlilin mərkəzində dayanan əsas sual da məhz budur. Gəlin, psixologiyanın köməyi ilə bu sirrin pərdə arxasına baxaq və anlamağa çalışaq ki, beynimiz bizi niyə belə yanıltmağa meyllidir? Yaxşı, gəlin bu peşmanlıq paradoksunun, yəni əslində tanımadığımız biri gələcəkdəki özümüz üçün qərar verməyin kökünə enək. Psixoloqlar bu barədə çox maraqlı şeylər kəşf ediblər. Əslində beynimiz bunu dayanmadan edir. Biz bu gün naharda nə yeyəcəyimizdən tutmuş, kiminlə evlənəcəyimizə qədər bütün seçimlərimizi istiqamətləndirmək üçün daim bu cür proqnozlar veririk. Bu məni xoşbəxt edəcək və ya bu məni kədərləndirəcək deyə düşünürük. Və budur, əsas məsələyə gəlib çıxırıq. Bizim bu daxili büllür kürəmiz, yəni beynimiz nə dərəcədə dəqiq işləyir? Görəsən bu proqnozlar reallıqla nə qədər üst-üstə düşür? Və cavabın ilk hissəsi budur. Biz xoşbəxtliyi səhv hesablayırıq. Gəlin təsir qərəzliyi deyilən bir fenomenlə tanış olaq. Məhz bu bizim ilk böyük ipucumuzdur. Bəs bu nə deməkdir? Çox sadə dildə desək, biz gələcəkdəki hadisələrin emosional təsirini gözümüzdə həddindən artıq böyüdürük. Məsələn, düşünürük ki, arzuladığımız işi alsaq, aylarla eyforiyada olacağıq və ya əksinə, bir uğursuzluq yaşasaq, dünyamız dağılacaq və aylarla özümüzə gələ bilməyəcəyik. Amma reallıq heç də belə olmur. Baxın, bu şəkil hər şeyi çox aydın izah edir. Bizim proqnozlaşdırdığımız o böyük sevinç və ya dərin kədər var ha, reallıqda heç vaxt o qədər kəskin və uzun müddətli olmur. Proqnozumuzla reallıq arasında gördüyünüz kimi böyük bir uçurum var. Və düşünməyin ki, bu nadir hallarda baş verən bir şeydir. Əsla. Tədqiqatlar göstərir ki, bu hər yerdə baş verir. Sevgilisindən yeni ayrılan və bir daha heç vaxt xoşbəxt olmayacağını düşünən tələbədən tutmuş, sevimli komandası uduzanda dünyası başına yıxılan azarkeşə qədər, hətta seçkilərdə məğlub olan siyasətçilər və ya tibbi analizlərinin cavabını gözləyən insanlar belə bu qərəzliliyin təsiri altındadır. Yaxşı, aydındır. Biz gələcək hisslərimizi proqnozlaşdıranda səhvə yol veririk. Amma əsas sual budur. Niyə? Bizi bu qədər sistematik şəkildə yanılmağa nə vadar edir? Səbəb nədir? İndi isə gəlin məsələnin daha da dərinliyinə enək. Səbəb bizim özümüz haqqında düşündüklərimizdə, bizim şəxsi hekayəmizdə və onun necə bitəcəyini zənn etməyimizdə gizlənir. Dan Gilbertin bu fikri məncə hər şeyi deyir. Biz özümüzə sanki artıq formalaşmış, tamamlanmış, yekun bir məhsul kimi baxırıq. Amma əslində biz hələ də tikinti mərhələsində olan, davam edən bir layihəyik. Buna psixologiyada tarixin sonu illüziyası deyilir. Yəni biz keçmişə baxıb deyirik ki, vay be, mən 10 il əvvəl necə də fərqli idim, nə qədər dəyişmişəm. Bunu asanlıqla qəbul edirik. Amma gələcəyə baxanda düşünürük ki, yox, mən artıq beləyəm və ömrümün sonuna qədər də belə qalacağam. Sanki indiki mən bizim son final versiyamızdır. Və bu qrafik həmin illüziyanı rəqəmlərlə sübut edir. Baxın, soldakı mavi sütun insanların növbəti 10 ildə nə qədər dəyişəcəklərini düşündükləridir. Sağdakı qırmızı sütun isə onların reallıqda nə qədər dəyişdiyidir. Fərqə baxın. Yaşdan asılı olmayaraq, istər 18, istərsə də 68 yaşında olaq, biz dəyişimin sürətini həmişə az qiymətləndiririk. Və ən heyrətamiz detal nədir bilirsiniz? Tədqiqatlar göstərir ki, 18 yaşlı bir gənc özünün növbəti 10 ildə dəyişim sürətinin ancaq 50 yaşlı bir insanın dəyişim sürəti qədər olacağını düşünür. Təsəvvür edirsiniz, bir yeniyetmə özünü orta yaşlı bir insan qədər oturmuş xarakterə sahib hesab edir. Bu həqiqətən də inanılmaz bir yanlışlıqdır. Baxın, bu da çox maraqlı bir eksperimentdir. İnsanlardan soruşurlar, bugün ən sevdiyiniz qrupun 10 il sonraki konsertinə nə qədər pul verərdiniz? Orta cavab $129. Sonra soruşurlar, bəs 10 il əvvəl ən çox sevdiyiniz qrupun bugünkü konsertinə? Orta cavab, cəmi $80. Görürsünüz, biz indiki zövqlərimizin əbədi olacağına o qədər əminik ki, onlara daha çox dəyər biçirik. Halbuki keçmiş təcrübəmiz bunun tam əksini deyir. Aha, indi gəlin bu iki nöqtəni birləşdirək. Bir tərəfdən tarixin sonu illüziyası var. Yəni, mən artıq dəyişməyəcəm düşüncəsi. Bu yanlış inanc da birbaşa olaraq xoşbəxtliyin səhv hesablanmasına, yəni təsir qərəzliyinə gətirib çıxarır. Çünki əgər mən dəyişməyəcəmsə, deməli bu gün məni xoşbəxt edən şeylər 10 il sonra da eyni dərəcədə xoşbəxt edəcək. Və bu böyük bir yanılğıdır. Yaxşı, bəs bütün bunların kökündə dayanan əsas psixoloji mexanizm nədir? Niyə bizim təsəvvürümüz gələcəyə qurmaqda bu qədər zəif işləyir? Gilbertin izahı əslində çox sadədir. Baxın, birincisi, keçmişdə kim olduğumuzu xatırlamaq asandır. Çünki bu yaddaş işidir. Amma ikincisi, gələcəkdə kim olacağımızı təsəvvür etmək çox çətindir. Çünki təxəyyül qurmaq, yaratmaq deməkdir və bu beyin üçün ağır işdir. Və üçüncü, ən vacib addım. Beynimiz asan yola qaçır. O, təsəvvür etməyin bu çətinliyini həmin şeyin baş verməməsinin qeyri-mümkünlüyü kimi qəbul edir. Yəni, əgər mən bunu təsəvvür edə bilmirəmsə, deməli bu olmayacaq. Bu sitat da elə bu fikri mükəmməl şəkildə tamamlayır. Yəni kimsə, mən özümün belə bir insan olacağını təsəvvür edə bilmirəm deyirsə, bu adətən həmin hadisənin baş verməyəcəyi demək deyil. Bu sadəcə o insanın təxəyyülünün o an üçün yetərsiz olduğundan xəbər verir. Problem proqnozda yox, təxəyyülün özündədir. Və bilməlisiniz ki, bu ideyalar təcrid olunmuş deyil. Bu, Daniel Kahneman kimi Nobel mükafatı laureatlarının başlatdığı böyük bir elmi inqilabın, davranış iqtisadiyyatının bir parçasıdır. Bu sahə bizim nə qədər proqnozlaşdırıla bilən şəkildə məntiqsiz, yəni irrasional olduğumuzu öyrənir. Əgər bu mövzu sizə maraqlı gəldisə, bu sahədə Dan Ariely'nin, Richard Taylor'ın, Robert Cialdini'nin də möhtəşəm əsərləri var. Onların hər biri insan davranışının və qərar vermə mexanizmlərimizin fərqli bir sirrini açır. Yaxşı, bəs bütün bunlardan çıxarılacaq yekun nəticə nədir? Çox sadədir. Bugün olduğunuz insan var ha. O da eyni ilə 10 il əvvəlki siz kimi keçicidir, müvəqqətidir. Siz bir dayanacaq deyilsiniz. Siz davam edən bir səyahətsiniz. Həyatdakı yeganə sabit şey elə dəyişimin özüdür.
Və bu bizi son bir suala gətirib çıxarır. Əgər öz təxəyyülümüz gələcəkdəki mənimiz üçün yaxşı bir bələdçi deyilsə, o zaman biz qərarlarımızı nəyə əsasən verməliyik? Kimə və ya nəyə güvənməliyik? Bu hər birimizin üzərində düşünməyə dəyər bir sualdır.